Salam, hər vaxtınız xeyir olsun. Mən bugün sizə MHM Tədris Mərkəzinin müəllimlərin işə qəbulu üçün çıxardığı test vəsaitinin fonetika bölməsindən 76-cı sualın izahını təqdim etmək istəyirəm. Gəlin sualın şərtinə baxaq. Şərikli çörək nümunəsinin fərqləndirilən tərəfinin fonetik təhlilinə aid olan fikir müəyyən edin. Ümumiyyətlə, şərikli sözü biz bilirik ki, şərikdir, əmlakdır, müdrikdir, mühərrikdir, təbrikdir, mübarəkdir. Bu tipli sözlər yazılış və tələffüz cəhətdən fərqlənmir və şərik sözünə də özündən sonra samitlə başlanan şəkilci artırsaq belə, o dönüb şərikli olmayacaq. Yəni, necə yazılırsa elə tələffüz ediləcək. Gəlin variantlara baxaq. Yazılış və deyilişində bir fərqli məqam var. Xeyr, dedik ki, necə yazılırsa eləcə tələffüz edilir. İncə saytlar həm də qapalı saytlərdir. Gəlin baxaq görə incə saytlar hansılardır burada? Ə və İ saytləri. Ə biz bilirik ki, qapalı deyil, açıqdır. İ isə qapalıdır. Lakin burada həm qapalı, həm açıq olduğuna görə bu variantı doğru götürməyəcəyik. Çünki Ə saytı qapalı deyil, açıq saytdır. C-yə baxaq. Sözdə Y səsinin kar qarşılığı işlənib. Xeyr, Y səsinin kar qarşılığı X iştirikdir və burada da elə bir şey biz rast gəlmədik. D variantına baxaq. Bütün kar samitlərin cingiltli qarşılığı var. Şər samitlər Ş və Q samitləridir ki, bəli, bunların da cingiltli qarşılığı mövcuddur. Bu variant doğrudur. Y-yə də baxaq. Sözdə Q səsinin kar qarşılığı işlənib. Y səsinin kar qarşılığı K-dır və bu sözdə K səsi mövcud deyil. Deməli, bu testin doğru cavabı D variantıdır.